Lətifə gəlir. Nə hazırlayır? Salam xanımlar. Bu günləri mən sütlaç hazırlayıram. Düyümüz hazırdır. İndi onu qoyacağıq içinə və ondan sonra tovuğa qoyacağıq. Aha, sobaya. Sobaya qoyacağıq. Hazıra görək. Yığırıq qablara. Qabı götür əlinə Lətifə. Orada onun üstündə elə ki, rahat olsun, tökülməsin. Yox, isti deyil. Ay, sağ ol. Ağıllım. Hətta qabın altını sökə qazana, sənə rahat olsun. Əlində tutmaq çətin olmasın. Xanımlar, görürsünüz, Lətifə doldurur, artıq bitir. Və üzərinə bir acı kərə yağı kəsib qoyuruq. O həm qəşəng qızardır. İndi bunu biraz San Sebastian kimi yandıracağıq. İstəyirik ki, yansın. Və burada artıq gördüyünüz kimi qabın içərisinə su töküb, soba qabın içərisinə yığıb, indi bunu sobaya qoyacağıq. Xanımlar, yığıldı beləcə qablara və gedir indi sobaya. Beləliklə, yanıqlar qəşəng, istədiyimiz kıvam. Biraz çox istidir. Biraz çox istidir. Yox, yanıqlar yaxşıdırlar, əladılar. Bu da Lətifənin sütlaçları. Hazırdır və üstünü mən streçlədim. Üstünü qəşəng bağladı Lətişim. İndi göndərdik soyuducuya. Biz bunu səhər yeməyi kimi yemirik. Uşaqlar bunu desert kimi sevirlər. Yəni soyuq halda yayın ən gözəl desertlərindən biridir. Səhər yeməyi üçün də uyğundur, amma uşaqlar belə ara sıra atışdırma üçün də sevirlər. Sağ ol Lətiş. Əllərinə sağlıq. Sağ ol.